işgalci Ermeni ordusu Azerbaycan'dan reddol. Vatan bölünmez. Şehitler ölmez, 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 vatan bölünmez. Televizyonda beraber çalıştığımız, radyoda beraber çalıştığımız aksakalımız Abdullah Emir Haşimi. Hörmətli xanımlar, bəylər, sizləri Dünya Azərbaycanlar Milli Birliyi adına, eləcə də Avropadan, İsveçdən dünyaya yayınlanan Euroaz Channel adından saygı ilə, sevgi ilə salamlayıram. Və bu tədbiri tərtib verən İstockholmdakı qardaşlarıma, bacılarıma öz şükranlarımı sunuram. Buna görə ki, çoxdandır bir araya gələ bilməmişdik. Demək olar ki, Azərbaycan əskəri bu son zamanlarda həmasə yaratdı və bu bütün dünya Azərbaycanlarını Türk dünyasının bir tərpəşməsinə səbəb oldu və bu da göstərir ki, həqiqətən biz qələbə etməyə susamışıq. Qalibiyyət bizimdir. Qarabağ torpaqları mütləq və mütləq bizim olacaq. Və bir gün bu gözəl Azərbaycanın üçrəkli bayrağını Şuşa qələsindən inşallah Allah mənə ömür verirsə birlikdə asacağız. Eləcə də sizə çox təşəkkür edirəm ki, bizim televizyonla əməkdaşlıq elədiniz. Özəlliklə Sevinç xanıma, bizim hörmətli Abdullah Emir Haşimi bəyə, Cavanşir bəyə və digər dostlara ki, bizlə əməkdaşlıq edib müsahibə verdilər. Səttar bəyə, Məhəmməd Azər bəyə təşəkkür edirəm. Doğrudur, bizim kanalı 20 sentyabrdə bilərək və ya bilməyərək Teleradyo şirkəti və Azər Space başqa kanallarla birlikdə kapattılar, parasını verdiğimiz halde. Ancaq biz bu günə qədər səsimiz də çıxartmadıq, etiraz da eləmədik. Buna inanırıq ki, bunlar yenidən bu kanalı Azər Space'dən peykə göndərəcəklər. Amma biz bu çəkdiklərimizi başqa satelitlərlə, eləcə də YouTube və internetlə bu 1-2 gün içində yayacağıq. Sizə çox təşəkkür edirəm. Uygur kardeşlerimiz buradadılar. Cavanşir Bey, siz onlar danışında sonra olursa. Buyurun. Uygur kardeşlerimize bir söz vereyim. Bizdeki danışacaklar. Buyurun. Hoş gelmişsiniz. Özü takdim. Merhaba sevgili kardeşlerim. Ben Uygur Türkleri adına, Doğu Türkistanlar adına burada bulunmaktayız. İsveç'te yaşayan Doğu Türkistanlı Uygur Türkleri bugün sizinle beraber, ondan önce de beraberdi. Ondan sonra da sizlerle beraber olacak ve Azerbaycan'ın yanında olacak. Ermeni işgalcileri hemen çabuk Azerbaycan'ın işgal etmiş olduğu topraklarından hemen çekilmelidir. Bilmelisiniz ki sizler yalnız değilsiniz. Gerçi biz de işgal altında olan bir millet olarak daha işgal edilen topraklarda yaşayan insanları daha iyi anlıyoruz. Biz her zaman sizinle beraberiz. Ondan sonra da beraber olmaya, Azerbaycan'ın yanında olmaya çalışacağız. Hepiniz sağ olun. Allah razı olsun. Allah razı olsun. Teşekkür ederim. Stoppa armenska terrorizme! Stoppa armenska
hörmətli tədbir iştirakçıları Güney Azərbaycan Konqresi tərəfindən bura topladığınız üçün öz növbəmdə təşəkkür edirəm. Uyğur qardaşlarımıza, Türkmen qardaşlarımıza, Türkiyə vətəndaşlarına, Güney Azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşları digər şəhərlərdən zəhmət çəkib bu mitingə gəlmələri üçün öz növbələrimizdən onlara dərin təşəkkür edirik. 2 apreldə hansı ki Ermənistan səbəbkar oldu ateşkəsi kəsməyə, milli ordumuzun qəhrəmanlıqları vasitəsilə ərazimizin 2 rayonu erməni daşnaqları və təcavüzkar Ermənistan təmizlədilər. Bu hədiyyəni, bu qələbəni Azərbaycan Respublikasının vətəndaşlarına, bütün Türk dünyaya, dünya Azərbaycanlıların hamısına, Azərbaycan dövlətinə təbrik edirik və bu qələbənin davamiyyətini tələb edirik. Biz həmişə Azərbaycan dövlətinin yanındayıq və onun öz haqlı hüquqlarını, ərazilərinin bərpa etməsində yardımcı, canımızı verməyə hazırıq. Və dünya ictimaiyyəti, BMT-dən, Avropa Şurasından, Avropa Birliyindən, böyük dövlətlərin, bütün Xarici İşlər Nazirliyindən istəyirik ki, o cümlədən İsveçdə yaşadığımız bu dövlətdən istəyirik ki, Azərbaycanın haq tələblərini eşitsin və sülh yoluyla bu məsələni həll eləsin. Yoxsa göründüyü kimi Azərbaycan qadirdir öz ordusu vasitəsilə torpaqlarını azad etsin. Qələbə gününə doğru hamımız irəli. Var olun, yaşayasınız.